Soy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar Berqa çayı, Min Bərəkət, Halal Neymət, Formula 7, Ülker ticarət markası. Hələ gecə mən sənin güllələrini boşaltmışam. Elə bilirdin, mən o qədər axmağam, bacı. Sadətlər olubsan, nə güllə. Başına hava gəlib, Qoy mənim ağzımı çoxalasın, gözümün etdirsə, çıxdı sənin gözümü itirsəyim mən çıxılacam. Sən gecə buraya gəlirsən, bizi dəli edirsən, qorxudursan. Bilirsən maşın nə qədər pul yazır, bilirsən nə qədər paraşok işlədir. Hər gün gəlib qorxudursan, biz də paltar yumağa məcburiyyətində qalırıq. Gəlirsən getdən xanıya. Düzasını alıp kalınlığı da parsaydı. Heveslendik bir gün geldi çıktı. Biz üç bacı bölüşer. Burada çoklu yeni dostlar taptık. Ümitlendik aydın sen. Sevinç tecrübe esir. Yemek hoşbektim behrizi. Bir komşularında her biri saadet sehme dersidir. Çölde işte evde firavanlık her meganda biz çok mehribanız. Komşularla hoşbek dolanırız evde yola gitmesek de biz hiç bacılar. Bak herkes bunu bilir her tarafta bin bir sohbet gelir. Kimse tersti kimse yola gelir. Bakın sevin gülüm geldik biz bacılar. Heç kimə görə Alevə qarşı çıxma. Michael adam əclaf olmaz, o Don Barzini'nin adamlarıdır. Frankie, tanış ol, sənin alnıma dirədiyim dostum Mauzer'dir. Bütün pullar yatağı otağında seyfdədir. Seyfin kodu yadımızdan çıxıb, ona görə bütün pulları seyfin arxasında gizlədirik. Götürün, hamısını götürün. Sevincin ya, tanış ol. Alnına dirənən mənim dostum Pamadadır. Banan qabığını yiyib yerə atdığına görə Donna Saadət dədən sənə salam. Saadət! Saadət! Başa düş! Sənin aktris olmağın bu həyatda heç kəsə lazım deyil. Başa düşsən Saadət! Gərək bütün aktrisalar qırılsın ki, sən aktrisa olasan. Sən aktrisalarla getdiyin yolda tıxac var Saadət, başa düşürsən? Sən aktrisa olmağın rəqəmi sıfıra bölmək kimi bir şeydir. Mümkünsüz! Ürən üstün Saadət. Qabilaların partlasın. Özünü gözlə Sevincin ya. Heç vaxt, heç kimə görə ailənə qarşı çıxma. Xoşbəxt! Gözün aydın olsun. Bugün də evimizə Don Michael Corleone gəlib. Ha, neynəyəm? Yaxşı. Mən də sənin üçün darıxmışam. Mənim pişiyim.
Benim Hakerim benim komandirim. Öptüm. Gitti. Vay gelmem. Ne var ya kızım? Şükür Allah'a. Az yavaş olasın udmuşdun beni. Size de. Salamatçılıq da Yine yavaş neyini ol. bu hayasız? Az heç nə. Allah öldürsün onu elə. Niye? Merhaba, sarımsaq əzənin var. Var yok darbat dönüş. Bir sonra qaytararam sənə. Gel. Səhər tezdə xaş pişirirsən. Bu da 2 il 18 gündür qapıdadır. Çıxarın atın da dayda. Gəl. O bilir ki, Baksel Bakıda əla tutur. Bəs bölgələrdə necə? Ne var ne yok uşaqlar necədir? Şükür Allah'a böyüyürlər yavaş-yavaş. Dedim sənə yaxşı bir çay gətirim ağzımızda da gəlsin. Qənimət? Hə, Sən orada neymişsin elə? kitablara baxırdım. Gedim Apasanın kitabını gördüm. Onun bir də əntiqə əsəri var, Gombul. Lap o günlər yadıma düşdü. İnandım sənə. Gəl ərəş çay iç. Nə zəhmət çəkmirsən? Sənə qurbandır. Çox sağ ol, yorulmayasan. Ya Allah'ın adı. Çox sağ ol. Sarımsaq. Mənə bax, bəs o Dədə Baba qaydasının olandan yoxumdur. Hə. Yo, onu işlətmirik ki 21-ci əsrdir. Buna da min şükür. Ay xoşbəxt bir yan baxdım. O rəngbərəng yumaqları oradan nöş asmısınız. Xalça da toxuyursan. Deyirəm qabaqdan soğuqlar gəlir. Bir də əlcəyi toxuyardım mənim üçün. Ellərini üstü cibinə qoy. Əl demişkən, elə bir 2 dəqiqədə bir əlini sirirsən. Sırdaq bişirirəm də. Talış yeməyidir. Nənəli başdığı bu. Elə deməkdir. Nənə yüsün səni. Tanış dildə bizə. Da yeməyini yirsən, dilini də bilməlisən də. İnansan, yarım adım. Deyirəm, mamanda bu arvadım kimi bir fəri başlı cehiz olmadı. Hələ yaxşı deyiblər, gəlin ocağa çəkər. Cehiz başlayır, sarımsaq əzəndən, qutarır palas çırpanda. Hə, bəs nə, yoxsa indikilər kimi cehiz aparırlar. Şifanir, kravat və salam şut tamam. Bu nə qəşəng qabdır bu? Aləmdir, bu nə qabıdır belə? Konfet qabıdır, yoxsa meyvə qabı? Çərəz qabı, Mərdan alıb, 8 martda. Hə, sağlıqla qismət. Sağ ol. 8 mart demişkən, yadıma düşdü. Bu il 8 martda gedim Qaragünü sevindirim də. Gül aldım, gətirdim ona. Sən inanırsan ki ya, arvad olan bəndə bu evində bir dənə güldan tapmadı ki ya, bu gülləri qoysun? Əcəb güldan. Oranış qoymuşsan, üzə qoy da. Hədə yaş güldanda qaldın. Bankaya qoyardınız da. Qorxma, bir də gördüm 800 qramlıq banka ilə gəlir üstümə. Hirsimlə götürdüm o tezə aldığı sumkanı, su ilə doldurdum, gülləri də bastım içinə. Şəklini də MMS-lə çəkib göndərdim anasına. Dedim, gələ. Arvad olub arvadlar sırasına çıxıblar. Çayını iç. Çox sağ ol. Bütün əsəblərimi oynadır, inanırsan. Əsəbləşmə ona. Xoşbəxt, mən bilmirəm. Mən bilmirəm ki, bu arvad bunu harda gördü, harda bəyəndi, kim bunu buna göstərdi. Sırdı, caladı da mənə. De, indi gələ, çəkirəm. Uşaqdır da, yola bir geçsin də uşaqdır. Aləm deyə. Sən də məni bir tərəfdən yandırırsan. Az nə uşaqdır? Hələ süddən kəsilməyib, hələ ayaq açmayıb. Malala. Sən düdüyün o uşağın 2 dənə uşağı var. Başıma gəlsin. Sağ ol. hacı. Yo, mən demişəm, xoşbəxt. Kişinin sözü bir olar. Mən dedim, qutardı, getdi. Mən onunla bir damın altında qala bilmərəm. Mənə də qənimət deyərləri.
Beli. Salam Marif kişi. Ha yoldaş mayor. Ne əcəb sizdən? Necəsiz? Çox sağ ol Marif kişi. Siz necəsiz? Belə, pis deyiləm. Nə qulluq? Marif kişi, komandirə görə çox sağ ol. Amma mən pişiyəm, yoxsa hakir. Bəli, ya, yox. Başa düşə bilmirəm nə demək istəyirsiniz. Sizin bu ahıl yaşınızda deyəsən orientasiya probleminiz var. Yoldaş mayor, mənim indi sən orientasiyama şübhə eləyirsən? Bəs onda niyə məni öpməyə arzusundasınız? Səni öpmək istəyirəm. Bu... Dayan görüm, dayan. Allah! Sən özün saxla. Yoldaş mayor, o səhər sənə o icazəsiz qaraj dikan haqqında mən danlılar göndərmişdim də SMS-lə. Səhvim bu da sənin nömrəmə gedib bu SMS. İnciməyin sən Allah, inciməyin. Hə, deyəsən cavanlığınız yadınıza düşüb axı. Yaman cavanlıq deyirsən ha. Mən özümü o qədər də qoca saymıram. Sən belə şeyləri bilməzsən. Bilənlər bilir. O nəvəm göndərib mənim səhvən. Nəvənizi keçən həftə 15 tutqalıq tutturmadınız? Yox, bu başqasıdır da. Bu böyüdür, böyü. Nəysə Marif kişi, biraz diqqətli ol. Sağ ol. Sağ olun, sağ olun. Sən Allah üzr istəyirəm, bağışla. Xətrinə dəydi ya bu. Qənimət demişkən, sənə bir sual vermək istəyirəm çoxdan. Deyirəm birdən xətrinə deyərik. Yox, nüşün ki, de. De. Bax bu adı sənə kim qoyub? Mamam. Ne yaxşı öz atasının adını qoymuyor. Sən də oturursan, elə sual verirsən ki, elə bir adama ələ salırsan. Allah eləməsin, mən sənə də elə sala bilərəm. Yenə xərci olsa başqa məsələ. Bir adam ehtimal ki, cəhənnəmdə olsun. Onun adını necə uşağa vermək olar? Sən bilirsən, bu məhəllədə mənim babam kişiləri necə qan utdurur? Can. Nə qədər adamı repressiyaya göndərir. Nə olsun? Deyə indi o dünyada cəhənnəmdə bir əvəzini alır. Mənə bax, gözüm qaldı buna. Bunu qatov almısan, yoxsa tikdirmisən? Hədiyyə gəlib. Yarımadıq. Qərimi bir salda vermək istəyirəm. Bilmirəm xətrinə deyə, xətrinə dəyməz. Niyə o nöşün ki, ver də. Bilmək istəyirəm sənin aton ölüyüb, yoxsa ayrılıblar. Allah rəhmət eləsin. Amma elə baba ayrılıb. Ayrılıblar. Papa ayrılanda hər şey aldım amadan. Canım. Dedi ancaq o şivaniyəndən kravat qalsın. Canım. O vaxt hələ mən olmamışdım. Mama mənə hamilə idi. Heç sən də yox idin. Sənin neçə yaşın var ki? Az yoxa yeni köçməmişdiniz də hələ. Köçməmişdik. Papa dedi ki, uşaq mənim deyil, uşağı da alıram səndən. Abort elə. Elədi. Az yoxa görmürsən oturmuşam qabağında. Bir şey oldu mu? Müsibət səni. Mama da andaman elədi, yalvar yaxardı, nə qədər dilağız tökdü. Uşağı saxladı. Dedi, donuzdan bir tük də qənimətdir də, bir tük də qənimətdir, bir tük də qənimətdir deyə də adımı qoydular qənimət. Ay adınla böyüyəsən səni. Adın özünə yaraşır, çay iç. Çox sağ ol. Aləmdir ya. Müsibət, adamın əhvalı dəyişir. Elə əhvalın yaxşılığa dəyişmişkən sənə bir məsləhət eləmək istəyirəm. Sən qayıt evinə. Övladlarım var, uşaqlarım var. İndi arvad pisli fikir vermə. Gördün sözünə baxmırsan, əsəbləşdirib bezdirir. Göndər dükana. Ona bir iş taparam da orada o üstü bekar adamdır. Qorxma, onsa biraz keçməmiş elə özü zəng eləyəcək. Ay qız, bu düşmüş bacarmır. Bunun əlindən heç nə gəlmir. Rəhmətli nənəm deyərdi ki, Allah rəhmət eləsin. kişi ki yumruğunu düyünləyib arvadı vurmaq istədi ya. Aşağı sal. Arvad evdə o dörd divarın bu küncündən o küncünə, o küncündən bu küncünə qaçıb, qapıdan çıxıb getmədisə, ondan arvad çıxacaq. Bacı, mən bunu arvad eləyə bilmədim. Yaxşıdır, yaxşı, əsəbləşmə, yaxşıdır. Deyirəm, göndər mən yama, onu mən arvad eləyərəm. Ay qızı acından ölər, durub bir dənə yumurta sındırıb pişirib yeməz.
Qayğanaq. Qlazok. Gözləri acından bax beləli bir həlqəsindən çıxara. Elə bir üstünə bir qəbristanlıq meyit gəlir. Pişirməz. Ac qalaram eləməz. Nə bilim. Mən demişəm onunla bir damın altı. Əcəb pərdələrim var. Hardan almısan onları ay qız? Harandır? Neçəyə götürdün metrəsini? Sən də xəcəliyin tutdu. Dur. Yeməyin yandı. Sözdü də soruşuram da. Yeməyin yandı. Dur. Yaxşı. Mənə bax, pişirim. Bir qab. Bir qazan göndərəcəyim sənə. Əlimə bax. Xala bax. Bilmədin, əlimin duzu var da. Fikrə getdi. Qənimət. Çox sağ ol. Çox sağ ol, xoşbəxt. Qaytaram, sarımsaqları əzəl kimi göndərəcəyəm sənə. Orada niyə ki? Ay xoşbəxt. Qazanlarımı təzələməmsən. Nə üçün həmikləri saxlamısan? Ora yox. Ay xoşbəxt, amma pakrivalların aboyların rəngi ilə diz gəlmir ha. Baş sponsor Baksel. Tak, hazır ola. Bir dəqiqə dayanın da əhvalımı dəyişim sonra. Sağ ol. Əhvalım dəyişdi, başlayaq. Sponsor Perqa çayı. Hazır ola. Səadət! Sponsorlar Min Bərəkət, Halal Nemət, Formula 7, Ülker Ticarət markası. Azon plan tamam başqa cürdür. Yadınızdadır da sizə demişdim, gözüm su içmir ondan. Azonun canında nələr var, mən bilirəm. Ha! Qara dərilidir bu. ABŞ prezidentidir, bilməmişdik. Az bizim Kübra ondan çox bilir. Hə. Çox bilməsəydi Marifə ələ keçirməzdi ki. Niyə? Marifin şotuna bir dənə polis ona yaxın dura bilir. Xəbəriniz var? Hər özünün lazım olanı seçir də. Deyir şey, nədir onun adı? Kim? Deyir Angelina Jolie. Hə. Brad Pitt yanında nöş saxlayır. Yaşa. Yəni ki, çoxumuzun arzuladığı mənimdir. Namiq Qaraçıxın da çoxları arzulayır da, nə oldu? Az kimə nə lazımdır ondan da yapışır, hə? Deyir şey, kim bahalı paltar giyinmək istəyir, kim Hollivooda uçmaq istəyir, gedir bankir tapır özünə. Bizim Səadət kimi. Kişini yaman qışqırdır ha. Niyə? Nə üçün? Xəbərin yoxdur. Yox. Yatmısan, Deməmsən də. Az bunlar harda qaldı, ürəyim çəkildi. Ayma. Evdə duz yoxdur. Duzu nə inirsən? Deyə duz Kübrada, ged al da. Yığıb məni. Bircə getsəydi evinə şiinə canım dincələrdi. Demə dayı. Yaxşı da, Vüsal, başlama da. Nə var burada? Sən elə qışqıra biləcəksən, qışqır. Oy! Sevinç. Ha, Vüsal, yaxşı da. Həftədə 3 dəfə gələcək, məşq eləyəcək də. Bu qədər baha deyil ki. Nə var ki burada? Belə də, qiymətini nə deyim sənə? Götürəndə belə də cəmi cümlətanı 1000 manat. Sevinç! Bəsdir də, həftədə 3 dəfə məşq eləyəcək də, ha.
Sən istəmirsən sən həyat yoldaşın dünya şöhrətli aktrisa olsun, Vüsal? Ha? Ha. Oldu. Yaxşı. Oldu. Sədim. Sədi. Alo, Sədi müəllim, mənəm, Səadət, mən danışdım, razılaşdırmışam. Nə vaxt başlayaq? Bugün? Saat 4-də? Oldu, Sədi müəllim. Adres yadınızda? Oldu. Oy. Salam yoldaş mayor. Necəsiz? İşler necə gedir? Uduzursuz. Bir şey size diyeyim. 3 tuzun sekası olmur. Necə yəni nə danışıram? Adı sənə uğurlar arzulayıram. Heç. Ada bizim evin aşağısındaki kafeye daxil olanda gördüm də sizi. Dedim bəlkə bəxtinizi sınamaq istəyirsiniz. Orada qumar gedir. Hər gün arxa otaqda krupnu qumar. Da. Ben de zəng elədim sizə podderşka eləyim. Siz değilsiniz. Siz olmamışsınız ha? Ne olar? Adı ben seni tanımıram. Adı bilirəm sen temiz adamsan, sen halal polissən. Özündən muğayət ol. Sağ ol. Bu da belə. Sizinle görüşmeye ben çok şadam. Səadət, oynamaq vaxtıdır. Gelib dükkanı açmaq lazımdır. Birazdan müştərilər gələcək. Müştərilərə hörmət eləməsə, heç olmasa qonşumuz Xədicəyə hörmət elə. Onun maraq dairəsinin diametrinə hörmətlə yanaş. Yazıq sərdən oturub baxsın, görsün. Bu günləri Səadət xanım görəsən nə geyinib? Nə olub? Nəyə ama sevincəksən? Yoxsa muncuq tapmısan? Evə müəllim tutmuşam. Kətdəki Səhəddi müəllim yadındadır. Gələcək bizə mən aktyorluq sənətinin sirlərini öyrədəcək. Görəsən, mən sizin hamınıza sübut eləyəcəm ki, mən 3 kilo 200 qramlıq aktrisa doğulmuşam. Vüsalda xərcləri ödəyəcək. Görəcək günlərimiz hələ qabaqdaymış. Səadət, sənin aktris olmaq arzun bax bu sabun köpükləri kimi bir şeydir. Bir də az qışqırdı o Vüsalı. Bir gün səsi batacaq, onu görüm neynəyəcəksən. Axı nə məcburdur ki, Səadət? Sən Vüsala 800 manatlıq yumurta qıran bir aparat aldırmısan. O boyda aparat, o boyda düymələr, böyrünə bu boyda dəmir çıxır. Nədir Səadət xanım həmin o dəmirə yumurta vurub qıracaq. Nəzərinə çatdırım ki, yumurtanın tabanına qırağını vursan qırılacaq. Qazın qırağını da vursan, hətta biri-birinə vursan da qırılacaq. Bir də unutma, Səadət. Sevgi ilə nifrətin arasında bircə addımlıq yol var. Elə eləmə ki, Vüsal həmən yolu qaça-qaça getsin. Yerindən sonra bananın qabığını yer atma həmişəki kimi, yaxşı? Dur ya. Yaxşı Sevinç. Dur. Sevinç, sənə əmin edirəm. Banan daha sürüşkəndir, nəinki sabun. Onu xoşbəxt edərsən. Getdik. Harda qaldı bunlar? Gəlib çıxsaydılar. Sevgilim niyə bu qədər bəzərsən? Sabahınız xeyirlər qorusunlar. Dünənləri dükan açmağa gedəndə sizi görmədik.
fikirləşdik, yəqin nəsə olub. Hər şey yaxşıdır. Nə olmalıdır bəyəm? Hər şey yaxşıdır. Əladır. Mən də gecə gündüz burada oturmalıyam, sizin keşiyinizi çəkməliyəm. Niyə elə deyirsən, ay Sevinç? Mənim nəyimə lazımdır ki, Səadət bugün nə giyinib? Neçə alıb bu paltarı? Vüsal hansı cəpasında qışqırır? Sən o Türkiyə ərə gedirsən ya yox? Kimdir, kimlərdəndir? Burada qalırsınız, yoxsa Türkiyə gedəcəksiniz? Hə? Bəs o Mərdanla xoşbəxtin günü nə oldu? Hə? Xoşbəxtin də ki, heç arıqlama fikir zadı yoxdur da, hə? As eşitdim o kənddəki evinizi geri alırsınız, düzdür? Dədön gələcək, puldan zaddan göndərir, yoxsa ehtiyacınız yoxdur? Vəbşə o tükan bir aya nə qədər pul qazanır, bilim də mən. Bir gün maraqdan ölsəm, zapska yazıb qoyacağım ki, bunlar öldürdü məni. Mən bugün bir suala cavab tapa bilməyəcəyəm. Az nə qansız adamlardı az bunlar. Of! Az o kimdir az? Az o xoşbəxtin qədəsi deyir Mərdan. Əlində də nəsə var. Dur gedək, dur gedək, dur gedək. Dur gedək. Mağazindən karamel almalıyıq. Bunu Vüsal bəy göndərdi. Ayda. Allah bilir, Vüsal ne kadar kışkırır be. Salam xoşbəxt. Sağ ol. Salam, salam, salam. Nədir? Sənə hədiyyə almışam xoşbəxt. Mıncıqdır. Yox, kəmərdir. Əsl İtaliya kəmərinə oxşayan kəmər. Gədəbəydən gəlib. Gör sənə necə yaraşar? Artıq neçə illərdir xoşbəxtin leksikonunda ona yaraşır sözü yoxdur. Ona olar sözü var. Yaraşar ya yaraşmaz yox. Ona olar ya olmaz. Bax budur sual. William Shakespeare. 5-ci paragraf, 14-cü abzas. Gide özüne la sala. O geçen de Titanic'in burnunda böyle gedene bile durduğun yer hiç alınmadı. Gıdığım gel, gıdığım gel. Ben gıdığım gelmir ki. Yine geçek taşı da var he. Dalaşmayın. Mən hər şeyi ölçmüşəm. Sən kəmərin burasından tut. Mən indi gəlirəm. Mərdan çatanda xəbər elə. Saadət nə oturmuşsan? Dur uşağın da acı su at. Uzaq yola çıxır. Darıxma xoşbəxt, darıxma. O mütləq qayıdacaq. Uzaq yola çıxmasına baxmayaraq o qayıdacaq. Söz verir. Allah gözüm darık demek. Ay Merda kutar da. Ne kadar dalda qarasın, biz de qabağa çıxdı. Gəlirəm. Uca omurqa sütununu keçirəm. Budur. Magellan şərq yarım kürəsinə keçir və məntəqəyə çatır. Saçlarının ağarması onun nə qədər uzun yol keçdiyinin sübutudur. Az. Bu sefer seni öyle kucaklayacağım ki eləyəsən. Merdan! Allah, bu kemer mənə olmur, balacadır. Xoşbəxt, xoşbəxt. Sən hələ məni oxumamısan. Xoşbəxt, xoşbəxt. Sən pəhri saxlamanın qaydaları kitabını oxumamısan, xoşbəxt. Ona görə kəmər sənə olmur, xoşbəxt, xoşbəxt. Deyəsən, biraz qısa oldu. Bak, bizim problemlerimiz həmişə belə davam edəcək. Deyəsən biraz kısa oldu. Biraz kısa oldu. Çok kısadı. Deyəsən kısadı. Bak, bu kısalar bir əsəbləşdirəcək hər dəqiqə. Sənki də mənki tutuşmur, başa düşürsən. Biz... Neyse özün bildin. Mərdan, kəməri ver bura. Kəmər çox gözəldir. Xoşbəxtə fikir vermə. Sən onun ac vaxtına düşmüsən. Madlə mübadiləsi pozub bu dəqiqə it kimidir. Sonra özün verərəm onu. Belinin razmeri olmadı axı. Belini olmaz, boynuna bağlayarsan. Həsərdə çıxardıb parkda gəzdirərsən. Az bu dəqiqə səni elə çişləyəcəm. İt özünsə bildin, dişdən dişləmələyəcəm. Uşağın yanında darırsın. Bak durun hamınız çıxın gidin. Elə sən də git. Sən də git. Heç lazım da deyir. Alo, hə Tarık? Gəlirəm də, nə olub? 5 dəqiqə gözləyə bilmirsən. Yaxşı, xoşbəxt. Mən də durum gedim. Birazdan Sədi müəllim gələcək. Artıq vaxtı. Demək belə, sən də dükanı bağla, 3-4 saatda ye, doy, sonra dükanı açarsan. Özə, mümkünsə, biraz gecikin. Bizə mane olmuyor. Nə? Müəllim? Gecikin ki, mane olmuyor.
Az getdi. Bəs bunu kim verəcək? Samiriyə! Pulunu da camaatı. Buyurun. Nuş olsun. Nəsə lazım olsa çağırarsın. Sağ ol. Neredesin sen? Tarık. Nədir 5 dəqiqə gecikmişəm də? Nə olub? 5 dakika mı? 5 saat Sevinç. 5 saattir bulvardayım ya. Adam vardı elime pul verdi dilenci zannedip beni. Bulvardaki şen gençlerin bütün şakalarını ezberledim. Ülkenin bütün rayonlarını tanıdım senin yüzünden. Sanki tüm Azerbaycan bulvarda ya. Başa düşmədim. Sənin bulvarda nə işin var ki? Sevinç, dalga geçme benimle yavrum. Dün gece sen bana mesaj yazmadın mı? Saat 1'de bulvarda görüşelim diye. Kim? Mən? Nasıl yani? Ha, o mesaj. O mesaj sənə çatır. Bulvarda görüşeceğin başka biri daha mı var? Ayıb olsun Tarık. O nə sözdür mən deyirsən? Əslində mən o mesajı Sədrəttin müəllimə göndərirdim. Sədrəttin müəllim bir dənə xanımla tanış olub. Xanım da onun dilini başa düşmür. Ona görə məndən xahiş elədi ki, yazım ona ki, nə bilim, yəni ki, gözəlim, saat 1'də bulvarda görüşək. Canım, çox gözlədin. 5 saat falan. Neyse, Sevinç, senin başkanın Azeri mi, Azeri mi? Tamam. Bir dəfə sən mütləq Sədrəttin müəllimlə danış eləyəcəm. Bax, onda görəcəksən ki, o Azəridir ya Azəri. Neyse, gidelim. Ben bugün arabaylayım. Canım. Eyb yox, tələbəsən də. Gəl istəyirsən avtobusla gedək. Bax, yol pulusu da mən verəcəm. Hı? Getdik. Dur. Üstü kalsın. Salam. Bu kimdir az? Tanımadım. Kim gilə gəlib? Nə bilim. Mən də tanımadım. Utanmırsan Xədicə? Paslayan yerinizdə bura qeybət edirsiniz bütün günü burada. Bu məhəllənin böyük zadı yoxdur ya. Bu Sevinçqan niyə çırt deyib qabığın yerə tökürsünüz axı siz? Bəs neyə qabıqlı yeyək? Sağ ol. Valla sağ ol. Bravo. Belə ret qızabı ancaq sən verə bilərdin. Sevinçqa var? Var, gəl. Az. Get gör kim gilə gəlib. Tez elə, pusat. Get bax oraya partiya. Əş kimin qeybətini eləyəcəyik? Şakirin əməllərindən danışırdıq. Hansı Şakirin? O ilk dəfə evlənən yoxsa ölən? Yaxşısan ha, düzəlmirsən. Abid eləməmişəm. Deyirəm ki, o ölənin dalıyla danışmaq biraz yaxşı düşmür axı. Yox əşi. Qeybət eləyəndə cənnətə düşəcəksən. Ölənin dalıca danışanda cəhənnəmə, hə? Cəhənnəmə düşəcəksən, papaya da salam deyəcəksən. Neyniyib Şakir? Neynib yox Sən demə, bu belə doğulubmuş. Yaxşı. O gün Şakirin anası gəlmişdi onlara qonaq. Düşdü uşaqlar üçün bir kişi almağa da. Elə 1-2 saat söhbət elədi ayaq üstü. Deyir ki, Şakirin bütün əməllərindən xəbərim var. Bəli. Neçədən arvad saxlayır, hansı pula. Deyir ki, uşaqlıqdan qızlardan birinin saçını dartan olubsa bir oğlan. Bu bütün qızların hamısının saçını dartırmış. Göz doymur. Uşaqlıqdan canında varmış bunun. O məsələ var deyir, bir dənə adamın başında 2 dənə düyün olanda 2 dənə arvad alır ha. Hadi var, mən biləm o. Etməyəm. 100%. Gəl papağı çıxar. Çıxar. Yox, səndə yaxşı bir dənədir. Məndə bir dənə də böyüdür. Böyüdür. Sözüm onda yox. O günləri pişiyi ağacdan düşürmək bəhanəsi ilə çıxmışam ağaca. Düz 3 saat oturub gözləmişəm ki, o aşağıdan keçəndə başının ortasına baxır. Baş döyür, burulğandır. Yaxşı. Çox da iyi. 7 dənə düyün saydım, aşağı düşə-düşədə ki, 83 dənə ağ tük. 7 dənə düyün nə deməkdir? Hə? Nə deməkdir? 3 dənə arvadı mən bilirəm, 4-ündən belə heç xəbərim yoxdur. Da ölmüşəm ki mən. Tövbəsinə deyirəm sənə. Sən belə elə, sən gələn dəfə, bir dənə kanalizasyon lük var ha. Mixail onu tapmaq adı ilə gir ora, ayaqqablarının razmerini də öyrən də mən üçün, nə olar?
Mənə əli sarsan. Ayaqqabıların razmerini nə edirsən? Bir dənə hadisə olub, qoy danışım qulaq, sən də bil. Deməli, dünən bir nəfəri döyüblər. O qədər döyüblər bu yetimi ki. Deməli, o qədər başına vurublar ki, dünən bölməyə getirəndə bunu, başının arxasından asfalt deyə gəlirdi Xədicə. Dindirdi, oyatdıq bu inki, abala, sən yadındadır kim döyüb? Dedik, yox, ancaq elə ayaqqabı görmüşəm ki, girib ayaqzıma belə. O da ki, 43 razmer olub. Qalmışam bütün 43-lərini dindirə-dindirə də. Sən belə elə. Necə? Get sahib gilə. Yaxşı. Sabatası üçün cümə axşamı verir. Allah rəhmət eləsin. Hörmətli kişidir, hamısı da orada olacaq. Evdə eləyirlər. Buradan oraya cına şapşap ayaqqabıları düzüblər. 43 razmerini ta, yesini axtar. Soruş da. Sağ ol Xədicə. Sağ ol. Sən bir də marif kişi olmasan, mən neyniyərəm görəsən, hə? Bilmirəm. Ay salam. Abala, niyə bu məhləni zibilləyirsən? O simişkanın qabığını niyə yerə tökürsən? Səkinə xala, neyniyim biz? Qabıqlı yiyeyim simişkanı? Gərək Allah, salam. Yaman zarafatçılsan ha. Belə zarafat eləyən idin, gedəydin kaveyinə də, polis niyə olurdun? Öldürdün Səkinə xala məni. Mənim kaveyində nə işim var, ha? Bəlkəm gedim elə bir mətbəx verilişdə də aparım. Dəyişət gəl, mən gedim. Deməli, sən can, o malik kişində evinin açarlarını ver. 70 dəfə məktub yazıb rəisə. Bu 43 razmerə görə də çox sağ ol. İşim başımdan aşır. Dünən də türmədən bir dənə oğru qaçıb. Qalmışam bunu axtara-axtara. Ya Allah, getdim mən. Desələr ki, o türmədən qaçana, türmənin açarını salam verib, təəccüblənmərəm. Ya bunu qumarda uduzub, ya da təsbihi dəyişib, 100%. Buna bax, mən də ora gedirəm, ev bu yandadır ev. Az dayan, Az oğru azadlıqda deyə, qapını zadın bağlamısan? Yox. Az durum gedim evə. Az oğru girər evə, qonşuların ağzından qutara bilmərəm. Deyərlər ki, Xədicənin evinə kişi girib. Getdim ya. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Stop. 2 dəqiqə park verin. Bugün çəkilməyə əhvalım yoxdur da. Niyə? 2 dəqiqə stop. Göstərdi, Abadoqdan birini seçsin. Qulum özü seçsin da. Mən Amadok seçənəm. Hə, bir dənə bir çayından gətir Tünzəliyə. Hər dəqiqə. Ülviyyədən sonra sən, sonra mənəm də. Nə qəşəngdir bu? Tünzəli xanım özü seçsin. Burada seçməyə nə var ki, məncə bu. Hə? Tortu gətir qoy bura. Necədir? Əladır. Sponsor Perqa çayı. Tez olun, əhvalım dəyişmişkən gəlin çəkək də. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticarət markası. Salam. Salam. Mən Formula 7 nümayəndəsiyəm. Sizə kiçik bir sir açmaq istəyirəm. Sir? Nə sir? Kimdən? Danış. Arıqlamaq, sağlam və gözəl görünmək istəyirsinizmi? Əlbəttə. Əlbəttə ki, bu bütün xanımların arzusudur. Lakin bu arzunu reallaşdırmaq heç də həmişə asan olmur. Çünki artıq çəkidən azad olmağın bir sıra üsulları, fitness, üzücü pəhrizlər var ki, bunları da inadla davam etmək çox çətindir. Demə. Lakin bu işdə sizə ən yaxın yardımcınız Formula 7 preparatı ola bilər. Doğrudan. Formula 7 tamamilə təbii tərkibi ilə seçilir. Buyurun, baxın. Formula 7 arıqlamağa kömək edir. Həzm prosesini yaxşılaşdırır. Maddələrin mübadiləsinin gedişatını təmin edir. Bu yaşanan gündəlik halsızlıq və yorğunluq kimi halların aradan qaldırmasına yardım edir. Formula 7 düzgün qidalanan, düzgün həyat tərzi keçirən, Mənim kimi.
Artıq çəkidən Onun kimi. arxayınlıqla azad olmaq istəyənlərin ən sevimli preparatıdır. Bəli. Siz də buyurun, istifadə edin. Mən niyə? Mənim figuruma nə olub ki? Ondan birini mənə verin zəhmət olmasa. Buyurun. Hə, çox sağ olun. Buyurun. Çox sağ olun. Keçiblər mənə də verdi. Buyurun. İstifadə edin. Effektini isə görəcəksiniz. Sağ olun. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Altın figurasına baxar. İşte buna qəbul edeyim. Gözüme gelmedi sen yıram diyelim. Ben sakitim. Az Sevinç, ben sana demedim bananın kabını yere turlama. Hoşuna geldi, hoşuna geldi. Az burnundan gelsin. O burada zibil yeşikler var, cibim var, kansı zor seyidimizin dalı var da. Hoşuna geldi, hoşuna geldi. Gel eve bananın kabını özünü yetiştireceğim. Ben ne deyirsən? Bacına deyirsən? Ad boy verirsən? Yaxşı. Hamı bilir ki, Baksel Bakıda əla tutur. Bəs bölgələrdə necə? İndi Gəncədə. Gedək görək Gəncəlilər Baksel haqqında nə fikirləşirlər. Salam. Hoş geldin. Durun gedim. Bananın kabını yerden götürüm. Cemaat sürüşüb yıxılmasın. Yaxşı Sevinç. Mən avtandil olum, sən qarmon. Görsən necə tartıram? Başa düşmədim. Siz kimsiz? Keşiş. Saçsız. Renksiz. Rejissor? Bəli. Səti müəllim göndərib sizi? Bəli. Özü gələ bilmədi? Özü gələ bilmədi. Oy. Buyurun içeri. Evet. Buyurun içeri. Çok güzel. Gelin gelin. Geldim. Geçin ben. Sen. Sabah. Bilet yoktu. Noyabrın 23-ü. Doğrudur. Saat 21:45'te. Evet yukarı. Space'in efirində. Yaxın gəlsə qışlayacağım. Soyun təqdimatında. Durmasımızın için şuşlar. 3 bacı olacaq. Benim kızıllarım. Asla elimi aç. Mayor burada qonşuda qırğındır. Noyabrın 23-ü. Saat 21:45'te. Deyirəm amma
Nə nişangaha gələsidilər. Təkrarı şənbə və bazar səhər saat 11-də. Verəsən ayaqlarının altına gülləyə, yıxılsınlar yerə. Sonra gəbərdəsən bir köppə uşağı. Mütləq baxın. Hamıya deyəcəm ki, şimpanze dediyim kimdir? Gülməli olacaq. Belə vurmalıydım. Mən belə vurdum. Baş sponsor Baksel.